Salam aleyküm, Namik. Düzüm, mən belə söhbətləri nə müsəlmanlara yaraşan, nə kişiliyə yaraşan hərəkət görmürəm. Efir vasitəsini, nə bilim, yaymaq, səs buraxmaq, eləmək. Bunlar çox ayıb hərəkətlərdir, həqiqətən. Hər tərəfli. Amma heyif ki, məcburi olub, istərsimiz bu söhbətə girdik. Yəqin yadındadır, o vaxtı sənin qoyun söhbətlərin olanda, həmçinin sənin başqa bir mövzun torpaq söhbətində vardı, onu elədim səninlə, sonra bu söhbətlə keçdik. Mən aprel ayında sənə dedim ki, çata bilmirsən, mən gəlim satdım, adam göndərim, hazırlamışdım adam. Dedim ki, çətindir, elə bir Amerikalıqdadır. Dedim ki, maşın göndərməcələrinin çətindir. Amma mən səni tutanmamalı deyəm ki, bir montajlardan almalacaq. Tələsmə. Sən mənə sentyabr ayında satılan inəyi deyirsən ki, apreldə mən deyirsən ki, satılmıyıb. Deyirəm ki, satılmışam, sənə inanmıram, yoxsa yalansa subut edə bilmərsən yalan, Allah şükür. Heç sən qorxmur, yalancı da deyilik. Kim bilir kim yalancıdır, Allah şahiddir. Burası sən beni subut eləməsən, mən niyə inanmırsan? İkincdə ki, özün pulu xərcləmirsən, verə bilmirsən. Mənə aprel ayında mən sənə... 50 dən sonra famin qatmadı, bir dənə inək, yox, sentyabrda satılan inək, apreldə, sentyabrda satılan inək, apreldə deyir ki, hələ satılır. Bir dənə buna da. Əsas budur, qatmaq işinə var. Sən deyəndə mən demişəm, yaxşı, demişəm, hələm qalıb məsələ. Çox. Yalan var da, baş üstə. Bu yalanı ayd eləməlidir. Burada açıqlı yalan var, amma cavab verə bilmirsən. Yalandır, ağ yalan. Mən cavab verirəm. Vallahi ağ yalan. Mən cavab verirəm, mən pulum vermişəm. Mənə inanmırdın, niyə məndən görüşünü dərdinlərin? Niyə görüşürdün mənə? Sən inanmırsan özün desin, sən özün inanmırsan, bu sual edə bilmirsən. Elə şeylə var. Elə şeylə var, mən demək istəmirəm. Qoyunun nəyi? Bunu oxu.